Hər kəsin qəstindən aşıqlıq keçir, qarşı gəlsin, edək cəngi qış haqır. Dəli könül dərya təki çalxanır, qeyzə gəlir xoş ahəngi qış haqır. Alməmməd kişinin ailəsi böyük idi. 4 oğlu, 2 qızı vardı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir. Tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Bu nökər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən biri, şeirin ən uca zirvələrini fəth edən ustad sənətkar Aşıq Ələsgəridir. Adım Ələsgərdir, Göyçə mahalım deyən Aşıq, Göyçə mahalına şöhrət gətirdi. Göyçəli Aşıq Ələsgər şeir sənət ocağına çevrildi. Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Uşaqlıq və yeniyetməli illərini Ağkilsədə keçirən Ələsgər xüsusi təhsil ala bilməyib. O, sənətin sirlərini kənd cəmaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənib. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asırdı. Əsas məşğuliyyəti əkinçilik və dülgərlik olan Aşıq eyni zamanda bədahətən söz demək, şeir qoşmaq istedadına malik idi. İlk şeirini də o, yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləyib. Bahar fəsli, yaz ayları gələndə, süsənli sümbüllü, lalalı dağlar, yoxsulu ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar. Aşıq yaradıcılığının demək olar ki, bütün sahələrinə müraciət edən Ələsgər Azərbaycan ədəbiyyatında böyük iz qoyub. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirən, həm məzmun, forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Dodaq dəyməz, müxəmməz, qıfılbənd, təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri onun yaradıcılığında özünü ən parlaq şəkildə bir üzə verib. Yaxşı hörmət ilə, təmiz ad ilə, mən dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana qardaş, ana bacı bildim qızı gəlini. Şeirlik dövrünü başa vurduqdan sonra Aşıq Ələsgər əvvəlcə Göyçədə aşıqlıq edib toy məclislərini aparıb. Tezliklə onun şöhrəti qonşu mahallara yayılıb. Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazağa, Qarabağa, Gəncəyə, habelə Kəlbəcərə çağırılıb, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə hər kəsi heyran qoyurdu. Canımı qurban elərəm, bir belə tərlan gözələ. Hal bilən, şirin gülən, dosta mehriban gözələ. Ay qabaq şölə verir, qaşın göyçək qaşdı gözəl. Nə qədər gözəl görmüşəm, hamısından başdı gözəl. Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi əxlaqi zənginliyi kimi zahiri görkəmi də aşıqlıq sənəti üçün biçilmişdi. Müasirlərinin dediyinə görə o uca boy, enli kürək, bədəncə sağlam, qüvvətli olub. Vallah baxmayın ki, neçə ildə aşıqlıq eləyirəm. Ələsgər əmi, atam qurban yadıma düşəndə yenə utancaq bir şəhərdə dönürəm. Saz götürməyə utanırım. Ələsgər əmi bu kəndə gələndə, bizə qonaq düşəndə təhcə biz sevinmirdik ki, bütün kəs səsə düşürdü. Aşıq Ələsgər qurban kişigildədir. Sizə necə deyim, bax, günəş dağın üstündən nə şövqlə çıxırsa, Ələsgər əmi də bax bu dağların arasından beləcə çıxıb gələrdi. Boyu, buxunu, danışığı bu saatda gözümün qabağındadır. Enli kürək bir adam idi. Kürəyində mənəm deyən 2 cavan gizlənsə görünməzdi. İlk baxışda onu heç aşığa oxşatmazdım. Digər ki, oturub kəlmə kəsəndə, söhbətinə qulaq asanda doydum, yoruldum deməzdim. Hey, bu dağlara o qədər söz qoşub ki, sayı hesabı yox. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunub. Bugün bizim poeziya bayramımızdır. Şeirləriyle könülləri feth etmiş Aşıq Ələsgərin
anadan olmasının güzəlliliyini hörmətlə, məhəbbətlə qeyd etməyə toplaşmışıq. Qüdrətli el sənətkarının yaratdığı əsərlər onun sağlığında yazıya alınmadığına görə böyük bir qismi unudulub. Aşıq Ələsgər incə qəlbli, həssas, hər şeyi düzgün qiymətləndirməyi bacaran, gözəlliklər duyan, onu min bir dillə vəsf edən qüdrətli söz ustadıdır. Aşıq Ələsgər 1926-cı il mart ayının 7-sində doğulduğu kənddə vəfat edib, Ağkilsə qəbristanlığında dəfn olunub. Elə gün olmur ki, qəbrinin üstünə gəlməyim. Sakit gəlirəm, sakit də gedirəm. Amma ürəyimdə nəsə axtarıram, nəsə oxuyuram. Nəvələrim kitab dəftərə düşən sözlərini oxuyub soruşurlar. Ələsgər babam bu şeirin nə vaxt yazıb? Deyirəm, ay bala, Ələsgər babam yazı pozu tanımazdı. Sinədən deyərdi. Elə ki, sazını əlimə götürürəm, görürəm, yana oxuyursan. Yana məclisdəsən, elin toy məclisində, xeyirdə. Aşığın vəfatından sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb nəşr ediblər. Abbas Farqanlı, Dilqəm, Ələsgər bir saza nə qədər dastan yaratdı. Eşqin qüdrəti ilə yaşayan kəslər əqlin qüdrəti ilə kamala çatdı. Ələsgər